Salam yoldaşlar, bugün Səməd Vurğunun Vaqif dramını tam orijinaldan oxuyub təhlil edəcəm. Baxaq, birinci pərdədən başlayaq. Birinci pərdə, birinci şəkil. 18-ci əsr Azərbaycan Qazax mahalı, Vidadinin evi, arxa tərəfdə Kür çayı şırıl-şırıl axır, qürub zamanıdır. Vidadi tək ağac altında namaz qılır. Namazın arasında əllərini göyə qaldırıb titrək və təsirli bir səslə. Demək, hadisələr hansı dövrdə baş verir? 18-ci əsrdə baş verir. Məkan Azərbaycan Qazax mahalındır və birinci pərdə Vidadinin evində baş verir. Yəni Vidadinin evi təsvir olunur və həmin evin yerləşdiyi məkanın təsvirində biz görürük ki, arxa tərəfdə Kür çayı axır, qürub zamanıdır və Vidadi namaz qılır. Və namazın arasında əllərini göyə qaldırmış nitqi, monoloqu səslənir. Xudaya, insanın halı yamandır. Xudaya, insanın halı yamandır. Nələr çəkdiyimiz sənə əyandır. Mənası var mıdır min təriqətin? Aç qapısını sən həqiqətin. Demək, nitqinə Xudaya deyə, yəni Allaha müraciətlə başlayır. Deyir, insanın halını yamandır, biz nələr çəkirik, bu sənə əyandır. Və deyir, bu min təriqətin deyir, bir mənası varmı? Deyir, sən həqiqətin qapısını aç. Nə olur? Bir yeni işıq ver bizə. Bizim kör yaranmış gözlərimizə. Yəni deyir ki, bizə işıq ver. Yəni bizə həqiqəti göstər, həqiqətin qapısını aç bizə. Bəlkə də yaxşını seçək yamandan, ta ki qansız keçən bir güzərandan. Biz də ilham alaq, sevinək barı, işıqlat bu dipsiz qaranlıqları. Yəni deyir ki, bu dipsiz qaranlıqları, bu qansız keçən güzaranı aç, yəni ki biz də sevinək. Yazıqdır dünyanın əşrəfi insan. Böyüksən, adilsən, keç günahından. Yəni Allaha deyir ki, sən böyüksən, adilsən, bu yazıq insanın günahından keç. Qoyma ki, yerlərdə sürünsün bəşər, dünyada qalmasın nəfslik nəşər. Yaxşılıq insana bir sənət olsun, dünya başdan başa bir cənnət olsun. Demək, Vidadinin Allaha xitabən dediyi bu nitqdə, yəni onun güzərandan, dövrdən narazılığı açıq-aşkar duyulur. Yəni deyir, insan halı yamandır, bizim nələr çəkdiyimiz sənə aşkardır. Deyir, bu min təriqətin bir mənası varmı? Deyir, sən həqiqətin qapısını aç, bizim üçün işıqlat, bu deyir, dipsiz qaranlıqları işıqlat. Deyir, bu dünyanın əşrəfi insana, yazıq insanın deyir, günahından keç. Bizə deyir, bu zəmanəni dəyiş, biz də deyir, sevinək. Sən deyir, qoyma deyir, bu bəşər yerlərdə sürünsün. Yəni dünyada bu pislik, şər qalmasın. Yaxşılıq deyir, insana bir sənət olsun. Nəyin insana bir sənət olduğunu deyir? Yaxşılığın. Dünya başdan başa nə olsun? Cənnət olsun. Yəni Vidadinin narazılığı və istəkləri. Yəni dünyanı necə görmək istəyir? İnsana nəyin sənət olduğunu deyir? Yaxşılığın, dünyanı bir cənnət kimi görmək istəyir. Və Tükəzban Vidadinin yoldaşıdır. Tükəzban, yenə namaz üstə şeir deyirsən. Yəni demək ki, Vidadi belə namaz üstündə şeir deyərmiş. Tükəzban indi də elə düşünür ki, yəni Vidadi yenə də namaz üstündə şeir deyir. Vidadi, sən də təzə-təzə qəlbə dəyirsən. Tükəzban, yox, Vidadican, bağışla məni. Könüldən sevirəm hər bir kəlməni. Yəni Tükəzbanın nitqindən aydın olur ki, o Vidadinin hər bir kəlməsini, hər bir kəlamını ürəkdən sevir. 30 il gördüyüm bu yoxsul ocaq, bir qonaq görməmiş bu səssiz bucaq. Sənin ayaqların dəydiyi zaman mənə cənnət kimi görünür inan. Demək, 30 ildir ki, onlar bir yerdə yaşayırlar və deyir, bu 30 ildə bu yoxsul ocaq, yəni onların o yaşadığı ev, bu yoxsul ocaq deyir, qonaq dəyməmiş bu səssiz bucaq. Deyir, sənin ayaqların dəyəndə mənə cənnət olur. Necə təmiz qəlblə sevir. Vidadi, gəl, yaxın otur, vəfalı qarım. Səndə yuva salmış ilk arzularım. Vidadi yoldaşı Tükəzbana necə müraciət edir? Vəfalı qarım. Tükəzbanın əksinə olaraq biz sonraki pərdələrdə görürük ki, Tükəzbanın əksinə Xuraman vəfalı deyil. Xuramanla Tükəzban arasında böyük bir ziddiyyət var.
Dünyanın dərdini, qəmini hər an mənə bir baxışla unutdurursan. Yəni Vidadiyə dünyanın dərdini, qəmini unutduran Xuramandır. Üzr istəyirəm, Tükyazbandır. Tükyazban, bizə çox görməsin yaradan bunu. Mən sənə borcluyam ömrüm uzunu. Vidadi, Tükyazban, azaldı gəlib gedənlər. Vaqifdən gəlmir təzə bir xəbər. Of, o Qarabağa köçəndən bəri gödəlir ömrümün son günləri. Onsuz günü gündən çoxalır qəmim. Oydu bu yerlərdə könül həmdəmim. Vidadi deyir ki, Tükyazbana, demək bunlar gedib gələndən Vaqif barədə xəbər tutarmışlar, xəbər alarmışlar. Deyir ki, yəni gedib gələnlər azalıb və Vaqifdən təzə xəbər yoxdur da. Və Vaqif Qarabağa köçəndən deyir, Vidadi deyir ki, mənim bu son günlərim yəni gödəlir, ömrüm gödəlir. Onsuz günü gündən qəmim artır. Deyir, oydu bu yerlərdə mənim könül həmdəmim. Yəni Vidadi Vaqifi özünə könül həmdəmi hesab edir. Tükyazban, Vidadi, darıxma. Bizdə məsəl var. Bir yandan bağlayan, bir yandan açar. Demək, Tükyazbanın nitqində bir məsəl işlənib ki, deyir, bir yandan bağlayan, bir yandan açar. Yəni, deyir, darıxma. Və bu zaman, yəni Vidadi ilə Tükyazbanın bu söhbəti əsnasında qapı döyülür. Vidadi deyir, buyurun. 2 nəfər elçi gəlir. 2 nəfər elçi daxil olur. Birinci elçi. Sizsiniz Vidadi şair? Vidadi. Bəli, qulluğunuz bəndəyə dair. Birinci elçi. Gəncədən gəlmişik. Qonaq sizə. Demək, birinci elçinin nitqindən aydın olur ki, bu elçilər Gəncədən gəliblər. Tükyazban deyir, bizim yoxsul olan bu evimizə siz xoş gəlmisiniz. Yəni, Vidadi ilə Tükyazban elçiləri gözəl qarşılayırlar. Deyir, bizim yoxsul evimizə xoş gəlmisiniz. Vidadi, gəlin qardaşlar, Allah qonağının öz qisməti var. Yəni, necə qarşılayırlar? Tükyazban deyir, bizim yoxsul evimizə xoş gəlmisiniz. Vidadi deyir, gəlin qardaşlar, Allah qonağının öz qisməti var. Elçilər də gəlib əyləşirlər. Tükyazban qarı aftafanı sacayağının üstünə qoyub çay hazırlayır. Vidadi, yaxşı, hardansınız, kimlərdənsiniz? Vidadi bunlardan soruşur ki, siz hardansınız, kimlərdənsiniz? Birinci elçi yenə də cavab verir ki, şair, Cavad xanın adamıyıq biz. Xoş xəbər gətirib gəlmişik sizə. Demək, burada görürsünüz, əsas məlumatları birinci elçi çatdırır. Və o əvvəl demişdi ki, biz Gəncədən gəlmişik. Sonraki nitqində Vidadi soruşandan sonra deyir ki, bəs biz Cavad xanın adamlarıyıq və sənə xoş xəbər gətirmişik. Bu elçilər üçün xoş xəbərdir. Vidadi üçün görə xoş xəbər olurmu? Vidadi, Vaqifdən, yəni Vidadi elə bilir ki, bu elçilər Vaqifdən xəbər gətirib. Birinci elçi, yox, Vaqif Qarabağdadır. Siz ki bilirsiniz, o uzaqdadır. Vidadi, bəli, uzaqdadır. Həsrəti çoxdur, ancaq sədaqətin mənzili yoxdur. Yaxşı, bir danışın, buyurun görək. Birinci elçi. Yoxdur bu torpaqda şair sizin tək. Gözəl sözləriniz düşüb dillərə. Sizi çox görməsin Tanrı elləri. Yəni birinci elçi Vidadini tərifləyir ki, sizin bu torpaqda və sizin kimi bir şair yoxdur. Sizə Tanrı bu ellərə çox görməsin. Vidadi isə deyir, yox, hüsn-i kəlam Vaqifdə vardı. Yəni Vidadi Vaqifi özündən daha üstün bir şair hesab edir. Hər sözü ölməyən bir yadigardır. Belimi sındırıb onun həsrəti və həsrət çəkir. Yəni dost həsrəti çəkir Vidadi. O Vaqifə özünə bir könül həmdəmə hesab edirdi. Deyir, o gedəndən mənim dərdim artıb, ömrümün deyir, günləri azalır. Birinci elçi, bizim xan çox sevir şeiri sənəti. Bizim xan dediyi, yəni Gəncəli Cavad xan. Şeiri sənəti çox sevir və sizin yanınıza göndərdi bizi, istəyir saraya gəlməyinizi. Bax, bu elçilərin gəlmə səbəbi açıqlayan yenə də birinci elçidir. Yəni, hardan gəldikləri, kimlərdən olduqları, gəlmələrində məqsəd nədir? Bunlar hamısı birinci elçinin nitqi ilə aydınlaşır. Vidadi, necə? Birinci elçi. Xan deyir ki, Vidadi gəlsin. Sarayda yaşasın, burada yüksəlsin. Eviniz hazırdır bir bağ içində. Eyvanı yamyaşıl yarpaq içində. Bilməyəcəksiniz nə dərd, nə zillət. Aşıb daşacaqdır sizin üçün dövlət. Sizi vəzirliyə dəvət edir xan. Demək, bu elçiləri Gəncəli Cavad xan göndərib ki, Vidadini saraya çağırmaq üçün, Vidadini saraya gətizdirmək üçün və birinci elçi ona məlumat verir ki, bizim xan şeiri sənəti çox sevir, siz də yəni, dövrün yaxşı bir şairisiniz və deyir, gəlin sarayda yüksəlin. Və deyir, sizin üçün bir bağda ev hazırlanıb, evdir, eyvanı yamyaşıldır. Deyir, siz oradan dərd, zillət nədir bilməyəcəksiniz, sizin üçün dövlət aşıb daşacaq və siz gəlib
şaha, xana, vəzir olacaqsınız. Yəni sizi vəzirliyə dəvət edir xan. Vidadi, oğul. Vidadi necə cavab verir bu təklifə? Oğul deyə, bax elçiyə oğul deyə müraciət edir. Oğul, mən azadam başdan, binadan. Yəni mən əvvəldən azadam. Bir də alışmışam bizim çöllərə. Könlümdən ayrılmaz bu dağ, bu dərə. Məndən nə şah olar, nə də xan olar. Gəlsəm də o xan özü peşman olar. Deyir, yəni Vidadi deyir ki, mən azadam, mən başdan azadam, alışmışam bu çöllərə. Könlümdən bu dağ, bu dərə ayrılmaz, məndən nə şah olar, nə xan olar. Yəni gəlməməyinin səbəbini necə izah edir? Yəni deyir, mən əvvəldən azadam, mənim könlüm bu çöllərə öyrəşib, bu dağ, bu dərə könlümdən ayrılmaz. Deyir, bir də ki, məndən nə xan, nə də şah olar. Yəni gəlsəm deyir, xan özü peşman olacaq. Nəyə bənzədir? Nə ilə bir analogiya yarada bilərik? Biz bunu yarada bilərik. Demək, Çahargə əfsanəsi ilə. Çahargə əfsanəsində də axı xan alimi saraya dəvət eləyir. Alim orada nə deyir? Deyir ki, yəni mən saray üçün uyğun alim deyiləm. Mənim dərrakəm o dərəcədə deyil. Ona görə əslində bunu bəhanə edərək saraydan imtina edir. Və xan da həmin alimin o saraydan imtina etməsini nə hesab edir? Nankorluq hesab edir ki, yəni sən saray həyatından imtina edirsən, sən xanın sifarişindən imtina edirsən. Eyni ilə baxın bu hissədə də uyğundur. Vidadi gəlməmə səbəbini necə deyir? Deyir, məndən nə şah olar, nə xan olar. Yəni o getmək istəmir, əslində bunu bəhanə edir. İkinci elçi bu zaman. Baxın, ikinci elçinin ilk nitqi budur. Canım, bir düşünün, bu səadətdir. Bu tərki dünyalıq yaman adətdir. Qanadlı bir quşdur fürsət əzəldən. Qaçar, buraxmayın zonlardan. Yəni ikinci elçi deyir ki, bu bir səadətdir sizin üçün, bu bir fürsətdir sizin üçün. Yəni bunu əldən buraxmayın. Vidadi bir növ başdan eləmək məqsədi ilə deyin ki, xəstəyəm. Yoxdur qüvvətim. Yoxdur o əvvəlki sözüm, söhbətim. Bugün sabahlığam, günlər tez keçir. Mənim də kərvanım yığışıb köçür. Yəni Vidadi bir növ onları başından eləmək istəyir ki, yəni deyir, mən xəstəyəm artıq, əvvəlki söz söhbətim yoxdur. Deyin ki, bugün sabahlıqdır və deyir, mənim də kərvanım köçür. İkinci elçi yenə deyir, demək baş tutmadı xanın arzusu. Sizdən gözlənilməz bir cavabdır bu. Canım, bu ac evdən nə tapmısan sən? Niyə buraxırsan keyf əlindən? İkinci elçi deyir ki, sən bu ac evdə nə tapmısan? Niyə keyfi əlindən buraxırsan? Vidadi, burada olmasa da saray havası, istidir hər quşun doğma yuvası. Yəni, nə qədər saray havası olmasa da hər quşa öz yuvası doğmadır. Kasıb komacığım özümə yetər, burada yazılmışdır yüzlərlə əsər. Demək, ikinci elçinin o nitqləri verilib ki, deyir, bu sizin üçün səadətdir, bu fürsəti əldən buraxmayın. Demək, xanın arzusu baş tutmadı, bu ac evdə deyir, nə tapmısınız? Və birinci elçi yeni danışır, bəxtinizdən küsün. Vidadi, yox, mən şadam. Burada hər qayğıdan, dərddən azadam. Yəni birinci elçi deyir ki, sən gələsən saraya və sən dünyada dərd nədir, zillət nədir bilməyəsən. Amma Vidadi deyir ki, deyir, mən bu kasıb komacığımda, bu yəni çöllərdə mən şadam, qayğıdan, dərddən azadam. İkinci elçi, gəl gedək, bu ki dəlidir. Demək, Vidadini ikinci elçi dəli adlandırır, dəli hesab edir. Birinci elçi, gəl gedək, doğrudan da bu gülməlidir. Vidadi, qalın gecəliyin, evimiz vardır. Birinci elçi rüşxətlə. Sizə darlıq olar, daxmanız dardır. Görün, Vidadinin ürəyinə baxın, bu elçilərin nitqindəki onların o xarakterinin o ucuzluğuna baxın. Vidadi deyir ki, qalın, gecəliyin, evimiz var. Yəni, onlar üçün evlərinin o kasıb komacıqlarının qapısı hər kəsə açıqdır. Amma birinci elçi deyir ki, yox, daxmanız dardır, sizə darlıq olar. Şixətlə bu sözü deyir. Vidadi, ürək geniş olsun. Bəli, əsas ürək geniş olsun. Birinci elçi, Gözünüz görsə də odlar, alovlar sizə şirin gəlir xəyal plovlar. Yəni siz xəyalpərəstsiniz, sizə xəyal plovlar şirindir. İkinci elçi salamat qalın. Elçilər gedirlər. Beləcə Vidadi elçiləri yola salır. Vidadi, gedin. Yanılmışdır sizi göndərən. Başqa bir aləmin qonağıyam mən. Yəni özünü saraya uyğun bir şəxs kimi görmür. Özünü sarayda təsəvvür edə bilmir. Bu fani dünyanın kefi, ləzzəti axırda yaradır könül möhnəti. Gedin, aldadanmaz məni saraylar. Burada həmdəmimdir ulduzlar aylar. Yəni deyir, mənim könlümü saray aldada bilməz. O var, dövlət, şan, gözəl evlər. Bunlar deyir, mənim könlümü ovlaya bilməz, aldada bilməz. Burada deyir, gecələrin qərib səsi var. Könlümün incə bir
kamançası var. Ona toxunmasın soyuq əllər, mənim sarayımdır yüksək əməllər. Yəni sarayım deyir, mənim sarayım yüksək əməllərdir. Tükyazban, bir daha de, nə dedin? Lap ürəyimdən. Ömür sürməmsən qoltuqlarda sən. Belə cavab verən dilin var olsun, yurdunu atana dünya dar olsun. Tükyazban Vidadinin bu elçilərə verdiyi cavabı çox dəstəkləyir. Deyir ki, sənin verdiyin cavab mənim ürəyimdən oldu da. Yəni sənin deyir belə cavab verən dilin var olsun, yurdunu atana dünya dar olsun. Vidadi, Tükyazban, o saray qan ocağıdır. Onun hər vüsalı hicran dağıdır. Bir düşün Vaqifi. Daima gülən, daima şadlanan o böyük hünər bəzən taleyindən şikayət yazır. Səbəb saraylardır. Yəni bir daha deyir ki, Vaqifi saraylar o hala qoyub ki, o şən, o dərddən uzaq, daim gülən bir şəxs bəzən deyir şikayət yazır. Deyir bunun səbəbi nədir? Əlbəttə ki, saraylardır. Yəni sarayı qan ocağı adlandırır. Deyir o saray qan ocağıdır. Arxadan səs gəlir. Bu Vaqif gəlir. Ay eviyyəsi deyə Vaqif gəlir. Tükyazban, aman bu olmasın Vaqifin səsi. Tükyazban Vaqifin səsindən tanıyır. Deyir bu Vaqifin səsi olmasın. Bir daha deyəsən özüdür. Bir nəfər kəndli tələsi içəri girir. Kəndli, Vidadi, gözlərin aydın. Vaqif qonaq gəlir. Demək, Vidadiyə Vaqifin gəldiyi xəbərini verən kəndli olur. Düzdür. Vaqifin səsindən ayeviyyəsi deyə səslənir və onun səsindən Tükyazban deyir ki, bəlkə bu gələn bu səs, yəni Vaqifindir. Vidadi deyir ki, deyəsən özüdür. Amma xəbəri gətirən kəndlidir. Kəndli deyir ki, Vidadi gözün aydın, yəni Vidadiyə göz aydınlığı verir, deyir Vaqif qonaq gəlir. Vaqif bir bölük kəndli ilə daxil olur. Yəni Vaqif təkcə gəlmir ha, kəndli ilə birlikdə, bir bölük kəndli ilə birlikdə daxil olur. Vidadi Vaqifi görən kimi özünü onun üstünə salır, qucaqlaşıb öpüşürlər. Vidadi deyir, canım, ciyərim, yolunu gözləyən zəif gözlərim artıq işıqlandı. Nə yaxşı, of, sən vəfasız deyildin sən kəzərdən. Yəni Vidadi çox sevinir, deyir, axır ki, mənim o gözlərim işıqlandı, deyir, sən ki, əvvəldən axı vəfasız deyildin. Əyləşirlər, Vaqif deyir, günah mənimkidir, əfv elə, ustad. Vaqif Vidadiyə görürsünüz, ustad deyə müraciət edir. Əfv elə deyir, ustad. Sənsiz olmamışdır bir gün könül şad. Yəni onlar əfv istəyir, deyir, məni əfv elə. Deyir, sənsiz mənim bir gün könlüm şad olmayıb. Yuxumda görmüşəm səni gecələr, sənsiz gülməmişdir ruhuma səhər. Tükyazban, yaxşı, ay utanmaz. Bir də yadından çıxdı bir dəfələ Tükyazban xalam. Vaqif Tükyazbanın boynundan qucaqlayaraq, yox, sən anadan artıqsan mənə. Həyatım olduqca borçluyam sənə. Vidadi, yaxşı, nə var, nə yox, keyfin necədir? Vaqif, bu dünya doğrudan bir bilməcədir. Qapıya qoymuram can möhnətini. İçirəm dünyanın hər şərbətini. Gündüzlər oxşayır məni saraylar, gecələr sirdaşım ulduzlar aylar. Hər gülün rəngində bir canlı sənət, nə qədər təmizdir, safdır təbiət. Mənim də oylağım dağdır, dərədir, könlüm gözəlliyə bir pəncərədir. Dünyanın sırrını görürəm oradan, bir parça sümükdür sevdasız insan. Yəni Vaqif deyir ki, bu dünya bir bilməcədir. Gündüzlər məni saraylar oxşuyur, gecələr isə ulduzlar, aylar mənim sirdaşımdır. Deyir, mən təbiətdən könlümü deyir, təbiətə bağlamışam. Təbiətin deyir, gözəlliklərini mənim könlüm duyur. Vidadi ərkilə, sevda bir dənizdir, göylərdən dərin. Asta bax, qaralar birdən gözlərin. Burnun uşaq kimi dəyər daşlara. Yəni deyir, sevda elə bir dənizdir ki, göylərdən dərindir. Deyirsən, ona asta bax, birdən gözlərin qaralar, burnun uşaq kimi daşlara dəyər. Vaqif, xeyr, mən yoldaşam uçan quşlara. Dünya çox böyükdür, min bir yuvam var. Hələ bu dünya ilə mənim davam var. Hər təzə gülüşdən zövq almalıyam. Ofçu gözlərimdə qalmasın bir kam. Ömür vəfasızdır, bizi tərk edir. Hər ağ gün, qara gün ömürdən gedir. Vidadi, şair, heç aldanma dünya varına. Yəni Vidadi ona tövsiyə edir ki, sən dünya malına aldanma. İnanma dünyanın etibarına. Savab gör, hər zaman yaxşılıq elə, bax, dünya varına aldanma, dünyanın etibarına, dünyanın varına inanma, savab gör, yaxşılıq elə, dar gündə Allaha kərimdir söylə, səni bu dünyada boxsa da möhnət, axırda qismətin olacaq cənnət, axirət dünyası qalacaq bizə. Baxın, Vidadi ilə burada Vaqifin diyaloqunda onların bir qədər fərqli düşüncədə olduğunu şahid oluruq. Yəni Vidadi deyir ki, sən bu dünya ilə, yəni dünyada mövcud olan o maddi şeylər,
ki, dünya varıdır, dünyanın etibarı və s. deyir, bunlara aldanma. Var dövlətə çox həris olma mənasında. Yəni deyir, sən savab iş gör, sən yaxşılıq elə və hər zaman da deyir, Allah kərimdir denən, dara düşəndə Allah kərimdir denən. Deyir, səni bu dünyada möhnət, dərd boğsa da, sən deyir, o dünyada cənnəti qazanacaqsan. Əgər bax, Vidadi deyir ki, əgər mənim bax bu dediklərimi eləsən, bu dünya sənin üçün möhnət olsa da, o dünyada cənnəti tapacaqsan. Yəni deyir, bizə qalan axirət olacaq. Bəs Vaqifin düşüncəsi nədir? Vaqif deyir ki, o da bir pərdədir. Yəni Vaqif bu dini bir pərdə hesab edir. Deyir, canım, nə cəhənnəm, nə cənnət vardır. Yəni Vaqif cəhənnəmlə cənnətin varlığına inanmır. Bunlar da deyir, bir cürə uydurmalardır. Vidadi, yenə şairliyin baş aparır, ha, yoxsa ağı olursan böyük Allaha. Vaqif, bilirsən Vidadi, sözün doğrusu, olmaq istəmirəm vicdan oğrusu. Çoxdur bu dünyanın gözəllikləri, bəzən cilvələnən nazlı bir pəri. Şəhla gözlərini süzdüyü zaman cənnəti alıram. Yəni, görürsünüz, maddi şeyləri sanki aldanıb, elə görsənir. Yəni, deyir ki, bəzən deyir, nazlı bir pəri gözlərini süzəndə mən ondan cənnət alıram. Yəni, cənnət, cəhənnəm deyir, uydurmadır. Deyir, mən, yəni, o maddi şeylərdən cənnəti alır. Qoy nisyə dalınca, deyir, şeyxlər yuyursun. O nisyə cənnəti qoy onlar görsün. Boş sözdür, dünyanı heçdən yaradan bütün cənnətləri quracaq insan. Yəni, deyir, cənnəti quran insandır, bunlar boş sözlərdir. Tükyazvan gülür, ha, Vaqif. Elə uşaqlıqdan da səndə görünürdün bu söz boyada. Dedi, yaxşı, nə tapmısan o saraylardan? Sən ki, zövq alırsan gözəldən yardan. Vaqif, çoxdur Qarabağda gözəl sənəmlər. Baxdıqca kül olur dərdlər, ələmlər. Məndən çox uzaqdır hər bala, hər qəm. Yalnız gözəllərdir Məkkəm Mədinəm. Yəni, deyir, mənim Məkkəm Mədinəm gözəllərdir. Demək, gözəllər üçün unuttun bizi, unuttun öz ana beşiyimizi. Vaqif, mən orada olmasam, qan çıxar dizə. Yəni, əslində Vaqifin saraylarda olması, o şan şöhrətin bir həyat yaşaması sırf gözəllər xatirinə deyil, sırf yəni o dünya varına aldandığı üçün deyil. Yəni, deyir, mən orada olmasam, qan çıxar dizə. Quşlar da ağlayar ellərimizə. Xan məndən utanır, çəkinir biraz. Mən getsəm, qırğının hesabı olmaz. O bəzən hissənib quduran zaman mənəm zəncirini dartıb saxlayan. Yəni deyir, əslində mənim saraylarda olmağımın əsl səbəbi əslində budur ki, xan biraz məndən çəkinir, biraz məndən utanır. Yəni deyir, mən olmasam lap qan çıxar dizə. Deyir, o bəzən deyir, hirslənib quduranda mən deyir, onun zəncirini dartıb saxlayıram. İbrahim xanın vəziridir Vaqif. Bir neçə kəndli gəlir. Əhməd kişi həmin o gələn kəndlilərdən biridir. Vaqif, xoş gəlmisən, üzünü görək. Vaqif, sağ ol Əhməd dayı, keyfin necədir? Köksünü ötürür. Əhməd kişi, nə var ki? Ömrümüz zülmət gecədir. Yenə əllərimiz qabar-qabardır. Nə çuval dibində bir arpa var, nə də təknəmizdə quru büçür. Yəni, Əhməd kişi yenə də bir kəndli olaraq əlbəttə ki, həmin dövr üçün şikayətlənir. Deyir, ömrümüz zülmət gecədir, əllərimiz yenə qabar-qabardır. Yenə də kəndli əməyi, o ağırlığından danışır və o əməyə dəyər verilməmək. Yəni, bu bütün dövrlər üçün demək olar xarakterik bir şeydir. Nə çuval dibində deyir bir arpa var, nə də təknəmizdə quru bir çörək. Vaqif, bilirəm o dərdləri mən. Əhməd kişi, gərək yadındadır rəhmətlik dədən, bükülmüşdü belə keçə atmaqdan. Vaqif, darıxma, keçər bu dövran. Ağ gün işığı görünər sizə. Hələlik güvənin zəhmətinizə. Yəni, Vaqif gələcəyə ümidli danışır, deyir. Yəni, darıxma, bu dövran da keçəcək, ağ günə çıxacaqsınız sizdə. Hələlik zəhmətinizə güvənin. Qurban kişi, yaxşı, gözümüzün sən işığıydın. Bütün məclislərin yaraşığıydın. Şeirlər deyərdin gəlinə qıza. Onu da çox gördün axırda bizə. Demək, Əhməd kişinin itkindən sonra Qurban kişi də deyir ki, yəni sən bizim məclislərimizin deyir, yaraşığıydın və sən axırda sən də deyir onu, yəni o şənliyi bizə çox gördün, o şeiri bizə çox gördün. Vaqif, yox, Qurban əmi, mənə dünyada bu ellər, obalar gülzar görünür. Gözüm gözünüzdən uzaq olsa da könüldən könülə yollar görünür. Yəni, mənim könlüm sizlədir. Nə qədər uzaq olsam da könlüm sizinlədir. Qurban kişi, sağ ol, əski olma, sən yaşa barı. Bu arada qatar-qatar durnalar keçir. Onların qığıltısı hər iki şairin diqqətini cəlb edir. Vidadi, Tükyazban, bir tızıl gətir sazları. Tükyazban 2 saz gətirir, Vidadi sazın birini Vaqifə verir. Vidadi, bunu tanıyırsan, Vaqif, mənimdir bu saz. Yəni, öz sazını götürür Vaqif, Vidadi ərkilə. Hələ saxlamışam onu, utanmaz.
Ondan ayrılmazsın sənin hisslərin. Onun tellərində göylərdən dərin bir məna vardır ki, yaşadır izi. Şair eləmişdir hər ikimizi. Yəni Vidadi deyir bizim hər ikimizi şair eləyən nə deyir? Sazdır deyir. Bizim hər ikimizi o saz şair eləmişdi. Vaqif doğrudur qardaşım. İnan ki bir an könlüm ayrılmamış telli sazlardan. Vidadi digər durnalara bir şeirdir. Yəni göydə durnalar keçir. Həmin vaxt Vidadi Tükəzmana deyir ki, sazları gətir. Tükəzman 2 saz gətirir. Vaqifə Vidadi öz sazını verir və Vaqif də onu xatırlayır ki, bu mənim sazım. Deyir, bunu heç bu telli sazları mən unuda bilərəmmi? Deyir ki, deyir unutma. Deyir mən onu hələ də saxlamışam və bu saz bizim hər ikimizi şair edib. Və deyir, gəl durnalara bir şeir deyək. Vidadi qatar-qatar olub qalxıb havaya, nə çıxıbsız asimana durnalar. Qərib-qərib, qəmgin-qəmgin ötürsüz, üz tutubsuz nə məkana durnalar. Yəni Vidadi və Vaqif hər ikisi burada durnalar şeirini səsləndirir. Vaqif bir zaman havada qanat saxlayın, sözüm vardır mənim sizə durnalar. Qatarlaşıb nə diyardan gəlirsiz, bir xəbər versəniz bizə durnalar. Vidadi bir baş çəkin dərdi məndən halına, ərzə yazsın, qələm alsın əlinə. Vidadi xəstədən Bağdad elinə, siz yetirin bir nişanə durnalar. Vaqif, nazənin edərsiz avaz, ürək tazələnər, edər sərəfraz. Vaqifin də könlü çox edər pərvaz, hərdəm zinn ilə gəzər durnalar. Əhməd kişi, sağ olun, gecəniz xeyrə qalsın. Vaqif, xeyrə qənşər gedin. Çox şad oldum mən. Kəndlilər Vaqiflə görüşərək gedirlər. Vaqif axşam qəribliyinə, şairənə bir nəzərlə baxaraq Vaqif, ah bu axşam nə gözəldir. Ondakı mənaya bax. Parçalanmış ağ buludlar göydə bardaş quraraq, təbiətin saflığına qulaq asır uzaqdan. Gəlin kimi bəzək vurub ayda çıxmış otaqdan. Nə təmizdir, nə parlaqdır mahtabın süd bənizi, ən müqəddəs xəyallara dəvət edir o bizim. Yəni axşama, deyir, axşam nə gözəldir, onda dərin bir məna var. Ağ buludlar deyir, göydə bardaş qurub, təbiətin saflığına qulaq asır. Metafor var burada. Ay da deyir, gəlin kimi özünə bəzək vurub, təşbih var. Nə təmizdir, nə parlaqdır, deyir, mahtabın süd bənizi, ən müqəddəs xəyallara dəvət edir o bizi. Vidadi, xəyal şirin nemətidir bu acı kainatın. Bu da çox rast gəldiyimiz bir şablon cümlədir. Xəyal şirin nemətidir. Yəni, deyir, bu acı kainatın şirin neməti o xəyaldır. Yəni, nə qədər dərd, kədər, möhnət içində olursan, o bir xəyalın olur. Yəni, o xəyal, şirin xəyal qurursan, o bir şirin neymətdir. Bu acı kainatın şirin neymətidir. Təzad var burada. Vaqif, xəyal doğma balasıdır bizim ana həyatın. Onun gözü kör olsa da sevəcəkdir bu ana. Yazıq bədbəxt balasını basacaqdır bağrına. Tükəzban, Vaqif, danışmadın heç Əli bəydən. Necədir, görmürəm xeyli zamandır. Tükəzban Vaqifdən Əli bəy, yəni Vaqifin oğlunu xəbər alır. Vaqif, paho, lap böyüyüb, yaxşı cavandır. Toyudur, gəldim ki, aparım sizi. Özü tapşırıbdır gəlməyinizi. Demək, Tükəzban Vaqifdən Əli bəyi xəbər alanda, elə Vaqif orada deyir ki, bəs elə onun toyudur, mən də gəlmişəm, sizi aparım. Yəni, Vaqifin gəlmə səbəbi Tükəzbanla Vidadini Əli bəyin toyuna aparmaqdır. Vidadi, yaxşı, Əli bəyin toyudur demək. Vaqif, bəs necə toyudur? Vidadi, Tükəzban, gedək, oğul bizimkidir. Gedək Tükəzban. Tükəzban, sənə zəhmət olar. Vidadi, nə? Vaqif işarə ilə, budur cavan. Nə qədər olsa qoca, gərçi Vidadi xəstə, yenə Vaqif kimi əlbəttə 100 oğlana dəyər. Yəni, Vaqif işarə edir ki, yəni Vidadi nə qədər xəstə olsa da, Vaqif kimi deyir 100 oğla dəyər. Sən ki, lələşini yaxşı bilirsən, Tükəzban, yaxşı qoca vaxtı qürrələnməsən. Vaqif, yox xala, heç qorxma, indi bahardır. Qarabağ doğrudan bir laləzardır. Yenə yanaqlara sığal vurulur. Hər daşın dibində bir toy qorulur. Bir yanda tar səsi, bir yanda qaval. Bükür dağ düşündə boynunu maral. Burada görürsünüz, musiqi alətlərinin adı var. Orada kamançanın adı çəkildi. Vidadinin nitqində sonra saz. Bunlar sazda durnalar şeyini ifa etdilər. Daha sonra tar, qavalın adları çəkilib. Bükür dağ düşündə boynunu maral. Axır şırıltı ilə köpüklü çaylar. Gəlir səcdəsinə ulduzlar aylar. Gedək bizim yerləri xoş keçər sizə. Vidadi demək, bahar çağıdır, bahar vaxtıdır. Bu da Vaqifin nitqindən aydınlaşdırırıq. Vidadi deyir, gedək xına qoyaq əllərimizə. Uşaq bizimkidir, mübarək olsun. Gəlinin yolları gül-çiçək olsun. Sevinclər içində Vaqiflə qucaqlaşırlar, pərdə. İkinci şəkil. Demək, ikinci şəkildə Şuşa qalası, xan sarayı, Vaqifin evidir və artıq toy məclisidir. Burada İbrahim xan yanında da adamlar gəlirlər. Hamı qarxıb xana baş əyir. İbrahim xan xanəndələrə
Başqa bir zövqü var bugünkü toyun. Tez olun, yaxşı bir segah oxuyun. Yəni o xanəndələrə segah oxumasını tapşırır. Xanəndə oxuyur. Hər bağın, hər bağçanın bir bülbül şeydası var. Hər duyan qəlbin əzizim, gizli bir sevdası var. Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi, gah gülər, gah ağlayar, hər dəmdə bir mənası var. Canalar, hər nəğmənin mənası yalnız eşqdir, göz görüb əl çatmayan ulduzlu bir dünyası var. Böyle bir söz var ki, Vaqif indi bir məcnun olub, şeiri sənət adlanan nazəndə bir Leylası var. İbrahim xan, çox gözəl. Vaqifi çağırın görək, bəy öz toyunda oynasın gərəkdir. Vaqifi çağırın, bəy öz toyunda oynasın gərək. Əli bəy də oynayır, Vaqif gəlir. İbrahim xan, vəzir, xeyir işiniz xeyli mübarək. Ağ günlərə çıxsın sizin Əli bəy. Ancaq çıxarmasın bizi yadından. Vaqif, görək, bu növrağı pozmasa zaman. İbrahim xan, yenə də şikayət. Gəl inan ki, sən nə qədər mən sağam, kef görəcəksən. Təlxək gəlir. Burada təlxək də maraqlı obrazlardan biridir. Gəldiniz bir mələk, hamı deyir mübarək, ancaq mənim boş başım sizə deyir qardaşım. Bir qumardan, bir atdan, bir də gözəl arvaddan ehtiyatlı dolanmaq, gülüş sədalar qalxır, eşikdə tüfəng atılır və ura səsləri ucalır, gəlini gətirirlər, yengə oxuyur, anam bacım qız gəlin, əl ayağı düz gəlin, 7 oğul istərəm, bircə dənə qız gəlin. Bu mərasim nəğməsidir, yəni toy nəğməsidir. Burada görürsünüz, şifahi xalq ədəbiyyatı nümunələrinə də yer verilib. Vaqif, a qızım, üzündən götür duvağı. Yəni Vaqif qızın üzündəki o duvağı götürməsini istəyir. Çünki ona necə yanaşır? Deyir, qoy açıq görünsün ayın qabağı. Yəni o qız bir aya bənzədir. Deyir, qoy sən deyir o duvağı götür və ayın deyir üzü qoy aydın görünsün. Açıq yaşamışdır bizim nənələr, kəfəndir abalam sərapərdələr. Yəni bizim nənələr əzəldən açıq yaşayıb. O üzü örtülən, o gizlin saxlayan o sərapərdələr deyir kəfəndir. Nədir gözəllərdə bu pərdə, bu rəng? Can dustaq olanda gülərim ürək. Yazın laləsidir al yanaqlarını yazın laləsinə bənzədir. Yaqut kənarıdır gül dodaqların, camalın dünyadır, qucağın cənnət, utansın hüsnündən o kör şəriət. Yəni deyir, o duvaqla sən üzünə salmısan, qoy deyir, sənin bu camalından, bu yanaqlarından, bu dodaqlarından, nə bilim, yəni bu camalından deyir, qoy şəriət utansın ki, o sənin üzünü örtmək istəyir. Hamıda heyrət, həyəcan görünür, gəlini bir otağa aparırlar. Bu arada Eldar çiynində bir quzu içəri daxil olur. Eldar xanlıq zülmünə, Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlilərin başçısıdır. Və Vaqif deyir, of dostum, qardaşım. Vaqif demək Eldarı necə qarşılayır? Deyir, of dostum, qardaşım, xoş buyurmusan, səndə dağ havası duyuram inan. Yəni ona dostum, qardaşım deyir və onda, yəni Vaqif Eldarda dağ havası duyduğunu qeyd edir. Deyir, sizdən ayrılmayır könlümün quşu, ellərdə görürəm hər qurtuluşu. Eldar, möhtərəm şairə salamlar olsun, dünya durduqca o da var olsun. İbrahim xan ətrafa, aha, heç saymayır bu hərb bizi, görünür dadmamış qüvvətimizi. Yəni Eldar gələrkən, bu məclisə daxil olarkən gəlir, Vaqif onu qarşılayır və deyir ki, Eldar da Vaqifə deyir ki, möhtərəm şairə salamlar olsun. Yəni əslində Eldar İbrahim xanın yanından keçərkən ona təzim eləməli idi, onu salamlamalı idi, xan qarşısındadır. Amma etmir bunu və İbrahim xan da buna necə yanaşır? Deyir ki, bu hərif heç bizi saymır, görünür bu bizim qüvvətimizi dadmayıb. Şeyx nə deyir? Şeyx hər yerdə görəcəksiniz. Şeyx hər yerdə İbrahim xanın qulağını doldurur. Şeyx də onun qulağına elir, deyir ki, bir bax gözlərinə, baxışı qandır. Kəndə qarşılıq salanlardandır. Baxın, bu ifadəyə də xüsusi diqqətlə yanaşın. Yəni, o baxışı qandır, kəndə qarşılıq salanlardandır. Bu ifadəni Şeyx Eldara əsasən deyir. Eldara xitabən deyir. Yəni, belə deyək də, Eldarı nəzərdə tutur. İbrahim xan, vəzir, çobançoluq məclisidir bu. Vaqif, düzü gözləməzdim heç sizdən bunu. İbrahim xan, necə gözləməzdin? Lap yersiz nahaq. Yox, bir başa kessin çiynində çomaq. Vaqif, əziz qonağımdır, dostumdur Eldar. İbrahim xan, xanın huzurunda nə ölümü var? Vaqif, bu mənim evimdir. Siz qonaqsınız. Qonağı sevərlər, lap nahaqsınız. Deyir, yəni bu mənim evimdir, bu sənin sarayın deyil ki. Və Eldar da mənim ən əziz qonağımdır. Deyir, qonağı sevərlər, lap nahaqsınız. İbrahim xan Eldarın ora gəlməsini istəmir. Deyir, bu çobançoluq məclisidir. İbrahim xan, qonağa bir bax, hər yoldan ötəni başa çıxardaq. Yəni, bu ifadəni də Eldara görə işlədir ki, yəni sən hər yoldan keçəni başa çıxardırsan. Vaqif, onun görkəmindən iyrənməyin siz, bir kəndli babadır.
Eldarı necə adlandırır? Kəndli babadır, deyir. Vicdanı təmiz, dilindən düşməyir gözəl nağıllar, ən böyük ürəklər, yetkin ağıllar, ellər dünyasında yetişir, bilin. Yəni deyir, ən gözəl ürəklər də, ən gözəl ağıl da, yetkin ağıl da bu ellər dünyasında yetişir. Namusu, vicdanı təmizdir elin. İbrahim xan, doğrusu yorulub bezikmədin sən elə durub ellər deməkdən. Yəni deyir, İbrahim xan deyir ki, sən elə bezmədin elə ellər deməkdən. Eldar Vaqifə, canım dalaşmayın, mən gedirəm. Vaqif, dayan, başqadır könlümdə günən xaniman. İbrahim xan, getsin görüm gəlməsini ayaqlamağa. Eldar, buyruq sizinkidir möhtərəm ağa. Ancaq olmasaydı kasıb kəndlilər, bunca qudurtmazdı sizi sümüzər. Yəni Eldar İbrahim xana deyir ki, ona möhtərəm ağa deyə müraciət edir. Deyir, möhtərəm ağa, buyruq sizinkidir, amma deyir, bilin ki, yəni bu kasıb kəndlilər olmasaydı, o simuzər sizi qudurtmazdı. Eldar məclisi tərk edir, onu tutmaq istəyirlər. Adamlar arasında ixtişaş düşür. İbrahim xanın adamları Eldarı tuturlar. İbrahim xan, qoymayın, tez olun tutun Eldarı. Ona da göstərin daş zindanları. Vaqifə tərəf, qudurtdun bunları doğrudan da sən, bəlkə də özün sən elə ona dil verən. Demək, Vaqifə deyir ki, elə bəlkə də deyir ona dil verən, sən özünsən. Vaqif də deyir ki, mən deyiləm. Deyir, o Kəndistan yeridir onlara dil verən. Yəni, yanıldınız, ona dil verən, gözü ilə dünyada alovları görən Kəndistan yeridir. Yəni, Kəndistan elə bir yerdir ki, o gözü ilə dünyada alovları görüb də, nə qədər əzab-əziyyətləri görüb bu dünyanın, əzab-əziyyətlərini görür o Kəndistan. Deyir, bəzən Tanrıya da ağ olur insan. İbrahim xan qəzəblə çıxaraq, yaxşı danışaraq. Toy adamları dağılır, Vaqif gəzinir, Vidadi heyrətdədir. Vaqif deyir, bu da haqqı salam, bu da duz çörək. Dünyada dərd varmı, mənim dərdim tək. Bu xan bir ilanmış, demək, xanı ilan adlandırır. Sarayda ilanın yuvası adlandırır. Deyir, sarayın havası da zəhrimar qoxuyur. Yəni, bu şah, bu xan bir ilandır, onun sarayı ilanın yuvasıdır və sarayın havası da zəhrimar qoxuyur. Vidadi, Vaqif, sabah məni yola sal gedim. Vidadi sabah getmək istəyir. Torpaq evciyimi ziyarət edim. Oradadır dünyanın zövqü ləzzəti. Sən də öz boynundan at bu minnəti, kəndimizə qayıt. Yəni Vidadi deyir ki, sabah məni yola sal, mən gedim torpaq evciyimi ziyarət edim. Deyir, çünki dünyanın zövqü də, ləzzəti də oradadır. Deyir, sən də boynundan bu minnəti at, qayıt kəndimizə. Vaqif deyir, yox, qayıtmaram, iş ki belə düşdü, meydanda varam. Yəni Vaqif artıq deyir ki, yox, iş ki belə oldu, mən deyir, meydandayam. Və Vidadi deyir ki, əl çək bu tərslikdən, qulaq as mənə, Vaqif, ölsəm də ölməyim xoşdur mənə. Yəni deyir, ölsəm də mərd öləcəm də, mərd öləcəm. Vidadi deyir, sən öz dediyindən dönməyəcəksən, səni yalqız qoyub gedəmərəm. Vidadi də əslində getmək istəyir, amma görür ki, yox, Vaqif tərslidir, deyir, iş belə ki oldu, mən meydandayam, mən deyir, yəni mərd öləcəm. Artıq Vidadi deyir ki, onda sən getmirsənsə, mən də getmirəm. Yəni Vidadinin kəndə qayıtmamağının səbəbi Vaqifi tək qoyub getmir. Deyir, səni yalqız qoyanmaram mən. Əli bəy gəlir, ata həbs etdilər, yazıq Eldarı. Yəni Eldarın həbs olunduğu xəbərini Əli bəy gətirir, Vaqifə verir. Vaqif mənalı, insan uçuracaq daş zindanları. Yəni Vaqif burada inamlı, gələcəyə ümidlə danışır. Deyir, insan daş zindanları uçuracaq, zəncirsiz, zindansız bir günlər gələcək. Bizə təsəllidir böyük gələcək. Yəni bizə təsəllidir nə? Böyük gələcək. Əli bəy, bəs Eldar nə olsun? Vaqif, heç nə, dərdi var. Vaqif ölməmişdir, onu qurtarar. Vaqif qolunu oğlunun boyuna dolayaraq, oğlum, xeyir işin, xeyirli mübarək. Dünyanın keyfini, ləzzətini çək. Mənim dirəyim hələ cavandır. Yaşayaq bir təhər, bu da zamandır. Vaqif Əli bəyin alnından, Əli bəy də Vaqifin əlindən öpür. O eləcə də Vidadi ilə öpüşüb gedir. Vidadi ağıllı baladır, Allah saxlasın. Vaqif, könlümdə dünyanın min sirri vardır. Ah, duyan, düşünən nə bəxtiyardır. Dəryalar üstündə süzən sonalar, siz ey göyüzün uçan durnalar, deyin xoşbəxtəmmi? Demək, sonalar və durnalara müraciət edir ki, deyin mən xoşbəxtəmmi? Təlxək qapıdan burnunu göstərərək, Təlxək, çox çalışıb, çox yanmayın. Uşaq kimi inanmayın bu dünyanın səfasına, sarayların vəfasına. Gedir. Vaqif, gör nələr danışır ağıllı Təlxək. Nəsə dincəlməyir sinəmdə ürək. Xuraman gəlir, Xuraman. Kişi, bu nə işdir? Küsüb getdi xan. Vaqif, qoy küssün özünün qanacağından. Xuraman, Vaqif gedir və Xuramanın burada monoloqudur. Yəni Xuraman bunu Vaqiflə dialoq şəklində demir. Bu Xuramanın monoloqudur. Deyir, bir el ağası idi əvvəlki ərim. Demək, Xuraman Əli bəyin anası deyil. Xuraman
Əli bəyin anası, yəni başqa qadındır. Vaqifin, yəni birinci həyat yoldaşı Xuraman deyil, eyni zamanda Xuramanın da birinci həyat yoldaşı Vaqif deyil. Deyir, bir el ağası idi əvvəlki ərim, öz qapım, öz evim, öz nökərlərim, hamısı qulluğumda hazır durardı. Yəni demək, Xuramanın əvvəlki əri bir el ağası idi və deyir, elə bir şəraitdə idi ki, onun deyir, hər öz qapım var idi, öz evim var idi, qarşımda deyir, qulluqçular durardı. Deyir, rəhmətlik demək, o rəhmətə gedib, rəhmətli gündə bir məclis qurardı. Buna da, yəni Vaqifə də bir böyük vəzir dedilər, başımı, beynimi ovub yedilər. İnandım, dedim ki, nə xəyalı var, yəqin ki, bunun da öz cəlalı var. Deyir, bu ki, qoltuqlarda gəzib dolanır, çox vaxtda su kimi rəngi bulanır. Deyir, elə deyir, dərd tökür qaşqabağından, amma çox razıyam qanacağından. Yəni, düzdür, deyir, qaşqabağından dərd tökür, elə qoltuqlarda gəzib dolanır, amma deyir, qanacağından razıyam. Şairdir, görünür, düzül qarı var. Nə gözəl, nə şirin kəlamları var. Bir də bunlardan mənə karaşmaz. Vaqif gəlir, Vaqif, nə var, fikirdəsən sən, ey Sərvinaz. Amandır, örtməsin, ey nazlı nigar, o ay camalını qara buludlar. Demək, buradan Vaqif Xuramana ey Sərvinaz deyə, nazlı nigar deyə müraciət edir. Xuraman, niyə, nə dərdim var, Allaha şükür. Hara baxıramsa xeyir görünür. Baxın, bu Xuramanın yalanıdır. Yəni, yalandan belə söhbəti bağlamaq istəyir ki, yox, nə dərdim var. Yəni, hara baxıramsa xeyir görünür. Vaqif deyir ki, sənin səsində bir titrəyiş var. Gəl məndən gizlətmə, az söylə aşkar. Xuraman, heç biraz incidir məni bu qürbət. Baxın, burada yəni, Vaqifə yalan demək istəyir. Vaqif deyir ki, yox, bu olmadı, düz danış Afət, yalan danışmır gül dodaqlara. Yəni, Vaqif soruşur ki, nə olub, sən nə fikirdəsən, ey Sərvinaz, ey nazlı nigar. Xuraman da deyir ki, yox, Allah şükür, nə dərdim var ki, hər hara baxamsa xeyir görünür. Vaqif deyir ki, yox, sənin səsində bir titrəyiş var. O da deyir ki, bəs məni qürbət sıxır. Amma Vaqif bu yalana inanmır. Deyir, yox, gəl sən düz danış, açığını denən. Yəni, bu yalan, yəni o gül dodaqlara yaraşmır. Xuraman deyir, bu yaxşı, nə deyim mən bəxti qara. Yəni, bax, bu sözündən Vaqif tutur ki, aha, deyir, sən denən görüm, niyə öz bəxtinə qara deyirsən? Xuraman deyir ki, deyirlər ki, sən, Vaqif, nə, təzə xəbər? Xuraman, nə bilim, doğrusu. Vaqif, danış, Xuraman, deyirlər səni vəzirlikdən qovlayacaqlar. Demək, Xuramanı narahat edən məsələ Vaqifin vəzirlikdən çıxacağıdır. Yəni, deyir, səni xan vəzirlikdən qovlayacaq. Yəni, bu Xuraman şan-şöhrəti çox sevən bir qadındır, Tükyazbanın əksinə olaraq və Vaqif bunu aydınlaşdırır ki, demək ki, Xuraman var dövləti sevir və şan-şöhrəti sevir və onu narahat edir ki, deyir, yəni sən əgər xan vəzirlikdən çıxarsa, bəs biz necə yaşayaraq, deyir, dilənçilər tək. Vaqif deyir ki, yəni bizə bir parça çörək qəhət olmaz da. Deyir, Xuraman, deyir, gör sən nəyin xəyalındasan, qəfəsdə quş kimi yaşayıram mən. Nə sənin gördüyün bu saray, bu yurt, nə də dişlərində qan donan o qurd, bu tərlan könlümü ovlaya bilməz. Dərdin elə busa, lap arxayın gəz. Xuraman deyir, bəs səni, nə çıxarsalar, necə dolanarıq dilənçilər? Yəni, Xuraman qorxur ki, bəs ərim, yəni vəzirlikdən çıxandan sonra biz necə yaşayacağıq? Dilənçilər kimi yaşayacağıq. Vaqif deyir ki, bizə qəhət olmaz bir parça çörək. Qorxma, bəxtinə də söyləmə qara. Kəşki düşməyəydim bu saraylara. Yanıldım doğrusu, uyub aldandım. Başqadır könlümdə mənim. Yəni, bu hissədə isə Vaqifin peşmanlığı öz əksini tapır və onun kəşkisi var ki, deyir, kəşki mən bu saraylara düşməyəydim və deyir, mən aldandım, çünki mənim könlümdə o ilk andım fərqlidir. Kəş bu saraylara yəni düşməzdim, uyub aldanmazdım. Xuraman, elə şirin-şirin danışmağım var. Başqa otağa keçir Vaqif. Yox, sərraf gözüdür mənim bu gözüm. Özüm tutduğuma heyranam özüm. Gözüm su içməyir heç Xuramandan. Onu başqa ruhda böyüdüb zaman. Yəni, Xuraman deyir, başqa ruhdadır. Zaman onu başqa ruhda böyüdüb. Deyəsən, şöhrəti çox sevir qadın. Ah mənsəb, ah şöhrət yaranmasaydın. Yəni, mənsəbin şöhrətin yaranmamağını istəyərdim. İkinci pərdə, üçüncü şəkil Xan saraydı. İbrahim xan içəri otaqda yatır. Təlxəyin nitqi verilir burada. Əzizim İbrahim xan, bit yerisin yaxandan, ayağını bərk uzat, xorul-xorul yaxşı yat, ordu çəkibdir qacar, şeypur çalır qoşunlar, sən yuxuna şəkər qat, yaxşı uzan, yaxşı yat, qoy axsın millət qanı, çək başına yorğanı. Şahlar bizi boxsa da, inək kimi saxsa da, sən yuxuna şəkər qat, yaxşı uzan, yaxşı yat. Yəni, Təlxəyin hər nitqində bir kinayə ilə həqiqəti ifadə etmə var. İbrahim xan yuxudan təlaşla ayılaraq o yandan Türkiyə, bu yandan İran, buradan da Rusiya göndərir fərman. Yəni Türkiyə, İran,
Rusiya hər tərəfdən İbrahim xana fərmanlar göndərirlər, pozmaq istəyirlər, deyir Cəlalımı, qalmamış düşünən mənim halımı, könlüm ayrılmayır tacı təxtimdən, kəndlər də çaxlaşır mənim bəxtimdən, həddindən aşmışdır yenə qaçaqlar, dağlarda yut salır bütün qoçaqlar, neyləyim? Yəni, burada ikinci pərdədə İbrahim xanın narahatlığı var ki, bir tərəfdən xarici qüvvələr, yəni qonşu dövlətlər, Türkiyə, İran, Rusiyanın təzyiqləri var, ona fərman göndərirlər, onun Cəlalını deyir pozmaq istəyirlər. Bir tərəfdən də kəndlilər, yəni öz daxilində də narazılıqlar var. Kəndlilər, qaçaqların da sayı artıb. Yəni bütün dağlarda, yəni bütün qoçaqlar gedib o qaçaq dəstələrinə qoşulur, dağlarda yurt salır. Deyir mən nə edeyim? Yəni onun bir qorxusu var ki, yəni taxt-tacım əlimdən çıxar, Cəlalım pozular. Bir tərəfdən xarici qüvvələr, bir tərəfdən daxili problemlər. Yəni sıxılıb İbrahim xan və çarəsizdir. Nə edeyim? Əyanlar, ağalar, şeyxlər daxil olurlar. Şeyx, ey böyük hökümdar, əhval-ı şuma. İbrahim xan, ya şeyx, bir tədbir tök mənim yuxuma. Bu gecə qorxunç bir vaqe görmüşəm. Demək, burada da İbrahim xan bu əsərdə yuxu görən bir obrazdır. Biz yuxu görən obrazları çox görmüşük. Məsələn, görmüşük Yetim İbrahim nağıl, demək, Dərzi şagirdi Əhməd nağılında görmüşük. Daha sonra harda görmüşük? Kitab-Dədə Qorqud dastanında Qaraca Çobanın yuxusu var, Qazan xanın yuxusu var. Sonra məsələn Şah İsmayıl Xətainin Dahnamə əsərində orada aşiq yuxu görür, yuxuda aşiq olur. Yəni yuxu görən obrazlara biz əvvəlki əsərlərimizdə çox rast gəlmişik və burada da İbrahim xan yuxu görür və yuxusunu şeyxə deyir ki, mənim bu yuxumu yoz. Şeyx lütf edib danışın gördüyünüzü. İbrahim xan, gördüm dəniz olub bu Cıdır düzü. Yəni Cıdır düzünü bir dəniz olub. Elə bir dəniz ki, büsbütün qandır. Demək, Cıdır düzün bir dəniz kimi görüb və Cıdır düzü bu dənizi bir qandır da bütöv. Onun dörd tərəfi qara dumandır. Hər tərəfdə qara dumandır. Şeyx sonra bu dənizdə üzür qayıqlar. Qayıqlar var. Get-gedə sıxlaşır bu qayalıqlar. Elə bir sıxır məni dörd yandan. Şeyx, hə, sonra İbrahim xan, bir qayıq yaxlaşdı birdən, zəncirli bir kəmənd atdılar mənə. Həmin kəmənd keçdi düz boğazıma, məni çəkə-çəkə apardılar. Gördüm qayıqdadır o qaçaq Eldar. Yəni qaçaq Eldarı da yuxusunda görür. Şeyx, bəli, o dələduz, bəli, lap özü hirsindən alışıb yanırdı gözü. O məni dənizə basıb dedi ki, xan, buyur, doyunca iç tökdüyün qandan. Nə gözəl yuxu görüb İbrahim xan. Şeyx də yaltaqlanaraq bu yuxunu özünə uyğun tərzdə gözür. Demək, yuxu nə idi? Yuxunun qısa məzmunu deyək. Demək, İbrahim xan bu yuxunu şeyxə danışır və bu zaman yuxu bizə aydın olur ki, bəs İbrahim xan yuxuda görüb ki, Cıdır düzü bir dənizdir. Bu dənizdə başdan-başa qandır və dənizdə qayıqlar var və İbrahim xan da bu qayıqların birindədir və qayıqlar var ki, qayıqlar 14 tərəfdən sıxır, hər tərəfdə qara dumandır və deyir, o qayıqların birindən Eldar yaxınlaşdı, mənim boynuma bir kəmənd atdı, yəni zəncir atdı, o mənim boynumdan tutdu, çəkdi və deyir, başımı saldı o dənizdə ki, xan, bəs tökdüyüm bu qandan doyunca iç. Bax, yuxusu budur. Və şeyx bunu necə yozur? Deyir ki, qəm yeməyin adil hökümdar. Sizə nə eləyəcək bir qaçaq Eldar? Yuxu dəhşətlidir, qorxusu yoxdur. Dəniz aydınlıqdır, qan qovuşuqdur. Görün ha. Deyir, dəniz aydınlıqdır, qan qovuşuqdur. Yuxunu belə yozur. Ancaq xatırlasaq, demək, Qazan bəyin evinin yağmalanması boyunda Qazan xanın yuxusunu qardaşı Qaragünə yozanda o qanı qovuşuq yox, qanı qaranlıq demişdi. Yəni deyir, qan qaranlıqda o cür yozmuşdu. Burada şeyx axı bunun yuxu yozmadan xəbəri yoxdur ha. Yaltaqlanaraq hökümdarı belə də könlünə xoş gəlsin deyə, ona xoş gəlsin deyə bu cür deyir, narahat olmayın, bu qorxulu yuxu deyil. Yəni dəniz aydınlıqdır, qan da qovuşuqdur. Görün. Amma qanı Qaragünə qan qaranlıqdır deyə yozmuşdu Qazan xanın yuxusunu. Bunu da orada analogiya eləyək. Təlxək özünü ortaya salaraq, şeyxin kəlamı xoşdur, mənim kəlləmsə boşdur. Vaqif daxil olur və xana məktubu uzadaraq. Qacara yazdığım cavabdır, alın. Elçilər gözləyir, tez yola salın. Yəni Vaqif Qacara bir məktub yazıb, onu gətirir, təqdim edir, deyir, elçilər gözləyir, yola salın. İbrahim xan, vəzir, Vaqif, dinləyirəm, İbrahim xan, qarışır zaman. Ruhuma dar gəlir bütün xanıma. Vaqif, çox dedim, sözümə baxmadınız siz. Dedim ki, zülmlər qalmaz əvəzsiz. Bu boş, bu dünya boş deyil, öz qanunu var. Elin qüdrətinə lovğa baxanlar əlbəttə basılar. Yəni Vaqif deyir ki, mən çox dedim də, sən mənə qulaq asmadın, siz mənə qulaq asmadınız. Mən dedim ki, bəs bu qədər zülmün əvəzi olacaq. Yəni əvəzsiz heç nə yoxdur və yəni bu dünya boş deyil də, dünyanın öz qanunu var.
və deyir elin qüdrətinə lovğa baxanlar əlbəttə basılacaq. Yəni sən elə arxalanmadın, elin qüvvətinə lovğa yanaşdın. Eldən uzaq düşsün. Yəni əlbəttə ki, sən basılacaqsan. İbrahim xan hiddətlə basılar. Sən. Xeyir söz çıxmayır yenə dilindən. Vaqif şeyxə işarə elə. Çünki sözlərimdə doğruluq vardı. Yalancı yaltaqlar və oğrulardı. Yəni şeyx əslində şeyxin sözündə doğru deyilən bir şey yoxdur. O ancaq yaltaqlıqla məşğuldur və yalanla yaltaqlıq edir. Sizi yatırmasın ağır yuxular. Hücuma hazırdır Məhəmməd Qacar. İbrahim xan Vaqifin yazdığı cavabı oxuyaraq çox gözəl. Hər sözün iti bir bıçaq. Qacarın bağlını parçalayacaq. Mənim qeyrətimi çəkirsən demək. Vaqif, elimiz qoçaqdır. Zülmdən əl çək. Hələ yaranmamış həyata əvəz. Həyatın qədrini düşünün bari. Yəni deyir ki, bizim elimiz qoçaqdır da, gəl sən bu zülmdən əl çək və həyatın qədrini düşün. Dünya naz götürüb yaşada bilməz onunla gizlən paç oynayanları. Şeyx kinayə ilə, bəli, dərs alacaq bizim böyük xan bunun həkimanə kəlamlarından. Yəni deyir ki, bizim bu böyük xan durub bunun həkimanə kəlamlarından dərs alacaq. Vaqif, yaxşısı budur ki, yaltaqlanma sən. Ağıl ummayıram boş kötüklərdən. Demək, Vaqif şeyxi boş kötük adlandırır. Deyir, boş kötüklərdə mən ağıl ummuram. İbrahim xan, vəzir, bu sözləri qoyun bir yana. Vəziyyət xarabdır, yol göstər mənə. Yəni, İbrahim xan birinci şeyxdən yol istəmişdi ki, mənə yol göstər, nə eləyim? İndi xandan, yəni, daha doğrusu vəzirdən, yəni Vaqifdən yol istəyir. Deyir ki, bəs vəziyyət xarabdır, yol göstər mənə. Vaqif də deyir ki, eldə can qoymadı ağır vergilər. Siz bu qanunlarla qalsanız əgər, doğma balanız da yad olacaqdır, külünüz göylərə sovurulacaqdır. Yəni, o qədər ağır vergilər var ki, yəni eldə bu ağır vergilər can qoymayıb. Şeyx xana yaltaqlanaraq, bəli də çox sevir sizi. Dağıdın, paylayın xəzinənizi. Bəlkə doyacaqdır acıların gözü. Görün, şeyx nə deyir ki, güya bu sizi çox sevir. Yəni onun sözü ilə dağıdın, paylayın xəzinənizi. Bəlkə acıların gözü doyar. Vaqif deyir ki, daxili vəziyyət belədir düzü. Xalq razı qalmasa bir hökmdardan, hakimi qurd kimi didəcək salan. Yəni deyir, xalq hökmdardan razı qalmalıdır. Sən də o qədər ağır vergilər qoymusan ki, bir cəmaatı yəni can qalmayıb da. İbrahim xan, yaxşı, vergilərini azaltsaq biraz işlər düzələrmi? Yəni İbrahim xan görürsünüz Vaqif tərəfə yönəlir, deyir, vergiləri azaltsaq işlər düzələrmi? Vaqif deyir, bundan kar aşmaz. Məncə nə olsa bu gündən belə vicdan azadlığı lazımdır elə. Yəni demək, Vaqifin birinci istədiyi vergiləri azaltmaq, ikinci vicdan azadlığı idi. İbrahim xan deyir, o nədir? Heç İbrahim xan vicdan azadlığının nə olduğundan xəbəri yoxdur. Vaqif deyir ki, kör kimi qalmasın insan. Qalxsın cəhalətin qaranlığından. Hər yerdə məktəb, mədrəsə açılsın, balalar quş kimi versin səsləsə, dağların döşündə yollar çəkilsin, yəni yollar çəkilməyi, yəni vicdan azadlığı budur ki, millət kör qalmasın da, təhsil alsınlar, məktəb, mədrəsə açılsın, yollar çəkilsin, yollar kənarına güllər əkilsin, nəğmələr bütün vətən mülkünü bəzəsin. Mən də qoca vaxtı deyir, o günü görüm. Yəni Vaqifin xoşbəxtliyi bundadır da. O könlünün o həmdəmi olan xalqı, cəmaatı gözəl görmək, Vaqifin hissəyi buydu. Şeyx, bundan sənə nə var? Vaqif, onu duymazsan. Çıxar əmmaməni, sən keçəl qazsan. Onu keçəl qaz, boş kötük, keçəl qaz. Bu sözləri Vaqif şeyxə deyir. Şeyx, elm günah işdir, təmizdir İslam. Baxın, şeyxin burada düşüncəsinə baxın. Elm deyir, günah işdir. İslam təmizdir. Buyurmuş Peyğəmbər əleyhissalam. Peyğəmbər əleyhissalam güya bunu buyurub ki, elm günah işdir, İslam təmizdir. Vaqif deyir, lal ol. Ləkəlidir qəlbin niyyətin. Tiryək satanısan bəşəriyyətin. Deyirsən kimsən, sən bəşəriyyətin tiryək satanısan da, sənin qəlbin də, niyyətin də ləkəlidir. Şeyx, sən xalqın gözünü açırsan bizə. O da baş əymir bizim əmrimizə deyir. Sən xalqın gözünü açacaqsan məktəb, mədrəsə açmaqla, onu cəhalətdən çıxarmaqla, o da bizim əmrimizə tabe olmayacaq. İbrahim xan, şeyx doğru deyir. İbrahim xanın beyninə girdi şeyx. Kör qalsın onlar. Xalq ayılan zaman haqqını anlar. Vaqif, o kör dediyiniz hirslənən zaman çox bərk yapışacaq boğazınızdan. Yəni, sən deyir, millətə kör olaraq baxma. O kör qəzəblənəndə deyir, boğazınızdan yapışacaq. İbrahim xan, birdən Vaqifin əlindəki əsaya baxaraq, vəzir, əlindəki o əsa nədir? Vaqifin əlində bir əsa var, İbrahim xan ona diqqət yetirir. Vaqif deyir, Rusiya padşahı zülmkardan Yekaterinadan hədiyyədir. Demək, Vaqifin əlindəki o əsa Rusiya padşahı Yekaterinadan ona bir hədiyyə idi və o görürsünüz Yekaterinanı zülmkar adlandırır. İbrahim xan, aha, desən hara, Rusiya hara, yoxsa satılmısan kafirlərə? Vaqif əsanı göstərərək buna şəkil verən bir sənətkardır.
Mənim sənətkara hörmətim vardı. Yəni deyir, bu əsanı yaradan bir sənətdir. Bu əsa bir sənətdir. Bunu yaradan bir sənətkardır. Mənim deyir, ona hörmətim var. Yekaterina isə deyir, yalnız nifrətim var. İnanın ona. Onun da boğacaq gedən üsyanlar, azadlıq uğruna tökülən qanlar. Yəni Vaqifin əslində Yekaterina nifrəti var. O çünki zülmkardır. Onun da deyir, onun da bu üsyanlar boğacaq. Amma əsanı saxlamanın səbəbi odur ki, o sənətkara hörmətindən o əsanı saxlayıb əlində. Şeyx, bəs ruslar, bəs o məlunlar, Vaqif. Din ayrı, dil ayrı olsa da onlar yenə beşiyidir mədəniyyətin. Qədrini çox bilir şeirin sənəti. Yəni deyir, ruslar düzdür. Məsələn, ruslar bizə düşməndir, amma rusların da dili ayrı, dini ayrı olsa da onlar şeirə, sənətə dəyər verirlər. Yəni o mədəniyyətin beşiyidir ora. Şeyx xanı qızışdıraraq, aman, ayaqladı müqəddəsliyini, bu tanrı düşməni, vətən xaini görün. Vaqifi tanrı düşməni adlandırdı, vətən xaini adlandırdı. Demək, Vaqifin Rusiyanın mədəniyyət beşiyi deməsi, rusların sənətə, şeirə böyük rəğbət etməsini şeyx yozdu, Vaqifi vətən xaini elədi, tanrı düşməni elədi. Səslər, bir buna bax, məlun, aldanmış, qansız, şeyx satılmış, səsbi mürvət, şeyx yezid imansız. Vaqif hiddətlə, durun, mən deyiləm vətən xaini. Saydım nəbilərin sonsuz sayını. 1000 ildir baş əydik, yalnız Qurana. Baxdı gözlərimiz kör kimi ona. Bizə yazıq oldu başqa kitablar. Kitabsız bir ömrün nə mənası var? Yəni deyir, bizə yalnız Quranı verdilər, biz də başqa kitablara kör olduq. Amma deyir, kitabsız bir ömrün mənası yoxdur da. Didildi daima ixtiyarımız. Bari bir gün görsün övladlarımız. İbrahim xan, bəs mənim şöhrətim, bəs tanrı, bəs din. Vaqif, mən bir aşiqiyəm saf ürəklərin. İbrahim xan, demək satılırsan xan şeytanlara. Vaqif, tarix cavab verir bu böhtanlara. Yəni bu böhtandır, buna da tarix cavab verəcək. İbrahim xan, bir vaxt təriflədin mənə Eldarım. Dağ dərə tutmayır o qaçaqları. İndi də rusların tərəfdarısan. Sən elin dostusan, elin yarısan. Vaqif, dünya yaranmamış ötər ki bir səs. Günəş qaranlıqla yaşaya bilməz. Çıxır şeyx xana, başqa bir qisas siz alın ondan. Baxın, şeyx deyir ki, siz ondan başqa bir qisas alın. İbrahim xan, buyurun, o nədir? Şeyx, o da Xuraman. Yəni Xuramanı İbrahim xanla əlaqə yaratması təklifini verən şeyxdir. Deyir, çəkin bağrınızı o sərvinazı, qırılsın Vaqifin qoy ilham sazı. Demək, deyir ki, Xuramanı siz ağuşunuza almaqla Vaqifin ilham sazı qırılacaq. İlyas daxil olur. İbrahim xan. İlyas gəlib çıxdın, nə var, nə yox. İlyas da kimdir? İlyas da Eldarın dəstəsinə soxulmuş bir casusdur. Yəni İlyas İbrahim xan tərəfdarıdır da. İlyas Eldarın halına bələdəm az çox. Tez-tez dəyişdirir o öz yerini. Tovlayıb azdırır gündə birini. O qədər atıb ki, yenə qaçaqlar. Tutmayır meşələr, dərələr, dağlar. Yəni deyir, İlyas xəbər gətirir ki, bəs mən az çox Eldarın yerini bilirəm, tez-tez yer dəyişdirir və deyir, bu qaçaqlar o qədər artıb ki, İlyas deyir, qaçaqlar deyir, o qədər artıb ki, artıq meşələr, dərələr, dağlar tutmur. İbrahim xan, yaxşı, öldürməyə fürsət olmadı. İlyas, düzü qorxuludur Eldarın adı. Kəndisindən yerində çox hörməti var. Məsəldir, qaçağı el özü saxlar. Baxın, İlyasın da dilindən məsəl verilib ki, qaçağı el özü saxlar. Belədir babalar dövründən bəri. Yəni deyir, Eldar deyir, təhlükəlidir. Çünki Eldarın Kəndistanda çox hörməti var. Və deyir, belə bir məsələ var ki, qaçağı xalq özü saxlar. İbrahim xan, onun oylağına yaxın kəndləri yandırsaq necədir? İlyas, yox, bu olmaz. Gələr öhdəsindən eləşin İlyas. İbrahim xan, yaxşı, fikrin nədir? Bir danış görək. İlyasın fikri nədir Eldar barədə? Deyir, bugündən onlara qoşulam gərək. İbrahim xan, necə, nə deyirsən? Belədir, belə. Qaçağı öldürər xəyanət əli. Deyərəm, məni də astırırdı xan, qaçıb qurtarmışam dar ağacından. İnanar, onlara yoldaş olaram, bildiyim qısası sonra alaram. Deyir, yəni soxulum Eldarın dəstəsinə, bəs deyim ki, xan məni astırmaq istəyirdi, onun əlindən canını güclə qurtarmışam. Və deyir, o da inanar, mən deyir, onlara yoldaş olaram və o qisas alaram, xəyanət əli ilə onu öldürərəm. İbrahim xan, necə, nə miyim valla? İlyas, nə varmış buna? Əvvəl girəcəyəm onun qılığına, yanından getməyib günlü gecəli, qəsdən olacağım onun sol əli, bir gün yenə də qılığına girib, hərfi bir təhər yuxuya verib, bir güllə vuraram lap təpəsinə, başımı götürüb qaçaram yenə. Yəni bir gün onun qılığına girərəm, onun yanından ayrılmaram və yuxuya gedəndən sonra bir güllə vurub oradan qaçaram. İbrahim xan gülə-gülə, mərhaba, mərhaba, İlyas pəhləvan,
Sonra da 10 para kəndin var. Demək İlyasa Eldarı vurmaq müqabilində, Eldarı öldürmək müqabilində 10 kənd verəcəyini deyir. Olarsan onlara səndə bir ağa, çaparsan atını hey sağa, sola. Tökülər qapına müftə bəhrələr, bir də kasıblıqdan görməzsən əsər. İlyas, heç əski olmuyor. İbrahim xan, eləsə, de get. Verdiyin vədəyə tamam əməl et. İlyas, baş üstə, arxayın ol xan. Eldar qurtulanmaz vurduğum tordan. Gedir İbrahim xan şeyxə tərəf. Sən də Xuramanına yaxşı tədbir çək. Vaqifə göz dağı bu olsun gərək. Gedir şeyx sevinclə. İndi sevin şeyx alı. Bunun adı şeyx alıdır. Bəxtinə gün doğalı. Vaqifi saldın tora, qoymadın dinc otura. İndi xanı dolaram, özüm vəzir olaram. Yəni şeyx alının siz məqsədi vəzir olmaq idi. Yəni Vaqifin yerinə keçmək istəyirdi. Nə dərdim var, qəmim var. Sarayda qız balalar mənə baxıb göz eylər. Hər məsələ düzələr. İndi sevin şeyx alı, bəxtinə gün doğalı. Oynaya çıxmaq istəyir, Təlxay şeyxin arxasınca. İndi sevin şeyx alı, bəxtinə gün doğalı. Şeyx gedir, Təlxay şeyxin arxasınca yekə qarın yekə baş, ara düzəldən oğraş. Bunu Təlxay şeyxə deyir. Təlxay mütəəssir halda Vaqifin arxasınca nələr gördün? Aman Vaqif, nə qan sızmış zaman Vaqif. Mən demədimmi çox yanma, uşaq kimi çox inanma. Bu dünyanın səfasına, sarayların vəfasına. Yəni deyir, mən demədimmi ki, uşaq kimi çox inanma. Bu dünyanın səfasına, sarayların vəfasına. Bunu Təlxay Vaqifə deyir. 4-cü şəkil. Saray Vaqifin evi, Gülnar əlində bir neçə dəstə bənövşə qızlar ilə gəlir. Demək, 4-cü şəkildə Vaqifin evində baş verir hadisələr. Demək, hadisələr Vaqifin evində baş verir. Gülnar əlində bir dəstə bənövşə qızlar ilə gəlir. Gülnara nitqi verilib. Gülnar da Əli bəyin həyat yoldaşıdır, Vaqifin gəlinidir. Bizim sərin meşələr, bu körpə bənövşələr. Gəlin, öpüm sizi mən. Getsəniz gözlərimdən, mənə böyük dərd olar. Ah, bizim dik qayalar, havaları sərindir. Dərələri dərindir. Yaşamağın dadı var, gözəl adı var. Hər enişin, yoxuşun bir rəngi var, hər quşun. Əsmə dayan ey külək. Ova çıxmış Əli bəy. Küləyə müraciətidir. Burada ey külək. Küləyə müraciəti biz çox əsərlərdə görmüşük. Mey, Badi Səba, yəni müraciət. Burada da Gülnar xanım müraciət edir ki, ey külək, bəs əsmə, Əli bəy ova çıxmışdır. O mənim sevgilimdir, o ağzımda dilimdir. Tüfəngini yeləksə, ayağına daş dəysə, ürəyimə ox batar. Nə gözəl də boyu var, o baftalı çuxası. O düyməli yaxası, at belinə qalxmağı, tərlan kimi baxmağı, göz görməyən uzağı, onun nişan almağı, söylənilir ellərdə, dastan olub dillərdə. Yəni deyir, onun o nişan almağıdır, onun tərlan kimi baxmağıdır, at belinə qalxmağı deyir. Bunlar hamısı dillərdə dastan olub. Və Gülnarın anası Əminə xanım gəlir. Gülnar deyir, of anacan, ana, qucaqlaşıb öpüşürlər, Əminə, qurbanam sana, mənim şirin balam, ağıllı qızım, sürüdən ayrılan körpəcə quzum, yoluna baxmaqdan gözüm saraldı, həsrətin səbrimi əlimdən aldı. Yəni Əminə xanım Gülnardan ötürü darıxıb, onun həsrətindən deyir, səbrimi, deyir, həsrət səbrimi kəsib, adam anasına heç unudarmı? Gülnar deyir, ana, Əli bəyin heç vaxtı varmı? Vallah gələsiydik bu həftə sizə, sənin ayrılığın dərd olub bizə. Yəni deyir, bu həftə sizə gələcəkdik, sadəcə Əli bəyin başı açılmır ki, gələk sizə. Əminə deyir ki, Əli bəy necədir? Damağı çağırır Əminə, Əli bəy xəbər alır Gülnardan. Gülnar deyir, nə var, lap yaxşıdır, şir kimi sağdır, indi ova gedib bu saat gələr. Əminə deyir, Allaha çox şükür, xoş olsun xəbər, buradan kəsilməsin xeyrin ayağı. Qızına alqışlar edir. Allah göstərməsin sizə göz dağı, yaxşı bir də görüm özün necəsən. Qızını xəbər alır. Gülnar deyir ki, özüm nə olacaq? Lap yaxşıyam mən. Əli bəy quş kimi bəsləyir məni, yemləyir məni. Deyir, kənd yerindən seçmişəm səni. Gözündə parlayır qaynar bulaqlar. Ürək duyduğunu xatirə saxlar. Əminəm. Zarafat deyir ki, şair oğludur. Görünür, sinəsi sözlə doludur. Gülnar elədir anacan, dedin ürəkdən, ana, şair olmaq istəyirəm mən. Demək, Gülnar anasına şair olmaq istədiyini deyir. Ki, mən də deyir, şair olmaq istəyirəm. Bilirsən nə qədər sinəmdə söz var? Əminə deyir ki, yox, qadan alım. Min əyri göz var. Bircə paraqatdır, göz deyər sənə. Yəni Əminə istəmir qızının şair olmağını. Deyir, yox, min əyri göz var, sənə göz deyər. Vaqiflə Vidadi daxil olurlar bu zaman. Vaqif deyir, xoş gördük Əminə bacı, Əminəm. Tanrı göstərməsin sizə bir acı. Vaqif Gülnarın başını qucaqlayaraq, bilirsən nə şeytan baladır Gülnar. Mənim çox ağıllı bir gəlinim var. Gülnarı anasına tərifləyir. Vidadi düzdür, ağıllıdır qızımız Gülnar, südü təmiz olur bizim analar. Vaqif, əyləşin, Əli bəy gələr indicə. Vaqif və Vidadi sol otağa keçirlər. Gülnar deyir, görürsən ona necə mehribandır qaynatam mənə, elə bil atadır.
Əminə olsun ay balam. Əli bəy əlində tüfəng və bir neçə qırqovul oxuna oxuyar. Daxil Əli bəy də demək ovdan gəlir. Günar onun ovda olduğunu demişdi. Əli bəy deyir Əminə xala. Əminə onun alnından, o da əlindən öpür. Yaxşı xala, bir də görək nə vaxtadək bizdən ayrı dolanıbsan, yalnız ömür sürəcəksən. Əminə deyir, necə sizdən ayrı niyə? Əli bəy deyir ki, bir qulaq as mən deyənə, doğrudan da kənddə təksən, çox əziyyət çəkəcəksən, daha bəsdir, qarış bizə, köçünü çək evimizə. Yəni Əli bəy deyir ki, gəl bizə yerləşdə, gəl bizimlə bir yaşa. Bunu birinci deyən Əli bəydir. Günar deyir ki, ana qurban olum sənə, gəl bizimlə yaşa. Əminə deyir ki, belə ağ gün görəsiniz, xoş dövranlar sürəsiniz, başınızdan bir tük belə pay olmasın qara yelə. Günar deyir, köçürsən? Əminə deyir, yox ay bala, dövranımı çox sürmüşəm, qızımı da köçürmüşəm, indi dünyam quru səsdir, çomacığım mənə bəsdir. Bir də sizə budur sözüm, alışmışdır könlüm gözüm ata-baba yerimizə, kənd yaxşıdır yenə bizə. Yəni Əminə deyir ki, artıq mənim könlüm gözüm o kəndə alışıb, mən deyir oranın adamıyam, artıq bir qızım var, onu da köçürmüşəm. İndi deyir mənim dünyam quru səsdir, çomacığım da mənə bəsdir. Yəni könlüm gözüm ata-baba yerimə alışıb da, oradan ayrıla bilmərəm. Əli bəy deyir, Günar, bir suya sal qırqovulları, xalama bir plov hazırla. Qırqovullardan bir plov pişirməsini istəyir. Əminə xurcundan bir cüt corab çıxararaq, oğul deyirlər, qış bərk gələcək, sənə toxumuşam bu corabları. Corab toxuma məsələsini biz anabacı əsərində də görürük. Anabacı əsərində, anabacı orada demək oğlana, müəllifə corab toxuyub gətirmişdi. Burada da Əminə xanım kürəkənindən, yəni Əli bəyə corab toxuyub gətirib ki, bəs bu qış bərk gələcək. Əli bəy, çox sağ ol Əminə xala. Əminə sağlıqla gəlsən, mehriban bala. Əli bəy, gəl ana, o evdə rahatlan biraz. Hər üçü sağ otağa keçir. Vaqif gəlir. Vaqif, Əli bəy çıxır. Əli bəy, nə buyurursan? Vaqif, çöldə nə var, nə yox? Demək, çölü xəbər alır ki, çöldə nə var, nə yox? Əli bəy deyir ki, gördüm Eldarı, toplayıb başına qəhrəmanları, dağlarda yurt salıb Koroğlu kimi. Bax, burada Əli bəy Eldarı Koroğluya bənzədir. Deyir, Koroğlu kimi dağlarda yurt salıb. Məni görər-görməz sevindi qəlbi. Dedi ki, atana məndən salam dedi. Demək, Əli bəydən Eldar Vaqifə salam göndərib. Onun köməyinə çox xoşhalam. Yəni, Eldarı həbsdən, zindandan çıxardan Vaqif olur axı. Deyir, onun köməyindən xoşbəxtəm. Çox xoşhalam. Yaxşılıq boynumda qalmayacaqdır. Vaqif pərişan bir vəziyyət alır. Yazığı saldılar çölün düzünə. Dünya gözlərimdə qarışır yenə oğluna. Sən insan oğlunun taleyinə bax. Ona göz dağıdır yerdə yaşamaq. Lakin ayrılmayır dünyadan ürək, ətirlər qoxuyan hər gül, hər çiçək. Göylərə baş vuran bu qəlbi dağlar, dağlar döşündəki şır-şır bulaqlar. Hər yaşıl mənzərə, hər sarı sümbül, güllərin başına dolanan bülbül. Bizim bu yerlərin gözəl elatı, çoban tütəyindən axan bayatı. Həyata çağırır hər zaman bizi, yaradır, yaşadır hər nəğməmizi. Oğlum, düşündükcə, duyduqca dərin, qollarda səslənən bu zəncirlərin günəşli gündüzlü bir sabahı var. Ölsün gələcəyə inanmayanlar, Vidadi. Yenə inildədi qəlbindəki saz. Gəlin, seyrə çıxaq dağları biraz. Vidadi, Vaqif və Əli bəy çıxırlar, Xuraman gəlir, Xuraman. Gecə fikir, gündüz fikir, nə yurt salır, nə ev tikir. Elə yazır yeri. Yenə də Xuraman, yəni Vaqif nə haydadır, Xuraman nə haydadır. Deyir ki, bu ev tikmir, bu yurt salmır, bu elə fikirdir bunun ki, elə yazır. Bir baxmayır mən deyənə, baisin evi yansın, gözlərində od qalansın. Əvvəl şirin dili vardı, mən öpər oxşayardı, qurtarıb dindi o da. Yəni deyir, o var idi, o da qurtarıb. Diri gözlü düşdüm oda, nə bir durur, nə dincəlir, nə gözünə yuxu gəlir, hey düşünür ağır-ağır, üz gözündən bulud yağır, birdən rəngi dönür qana, kişi olub lap divana, bilməyirəm nə dərdi var, günüm gecəm keçir ağlar. Qarı daxil olur. Qarı da görəcək burada İbrahim xandan xəbər gətirib. Deyir, nə şirinsən, nə göyçəksən, dərilməmiş bir çiçəksən. Gözlər qalıb yanağında, sənin bu gül dodağında nə şirindir suyun sənin, lap sərvdir boyun sənin, nə xanlar xörəksən. Xuraman, qarı nənə, nə var ki, sən belə bir cür dil tökürsən. Yəni, qarı Xuramanı tərifləyir ki, sən deyir, nə xanlar xörəksən. Qarı, qələm kimi qaşlarım var, qulac-qulac saçlarım var, ağzın kiçik bir büstədir, nə buyurursan, göz üstədir. Xuraman, bu dəlidir, nədir qarı? Qarı, kimin vardır belə yarı, çənəndəcə xalın da var, xoş yaradıb pərverdigar, ot kimidir yanaqların, bal kimidir dodaqların, nə xanların xörəksən. Xuraman, qarı, bir deyil, nə var görək, mətləbini danış görək, gödək. Qarı, hər tələsmə, körpə quzum, gözəl balam, gözəl qızım. Qurban sana qarı nənəm, xeyir xəbər gətirdim mən. Gözü düşüb xanın sənə, mənə bir xələt alsana.
Demək, qarı deyir ki, bəs sənə xeyir xəbər gətirmişəm, bəs xanın sənə gözü düşüb və deyir, mənə bir xələt al. Xuraman deyir, nədir xanın sözü? Xuraman tez o xanın sözü ilə maraqlanır ki, o xanın sözü nədir? Qarı deyir, bəli, budur sözün düzü. Bir gəlinsən gözəl göyçək, giyin xara, giyin ipək, boynuna tax daşqaşları, gəl ol xanın gözəl yarı. Qabağında qulluqçular, asta yeri xumar-xumar. Gecə xanın gir qoynuna, qollarını sal boynuna, ürəyin şad, könlün açıq, körpə qızım ağ günə çıx. Xuraman xoşlanaraq, aman nələr deyir qarı, doğrudurmu bunlar barı? Qarı xan deyəndə gör nə xandır, bığı vurma bir cavandır, Rüstəm İzal bir sərçədir. Sərçədir, demək ona Rüstəm İzala bənzədir, deyir, Rüstəm İzal bir sərçədir. Bu xan deyil, pəhləvandır. Koroğlu eposunda da var. Koroğlunun Rüstəm elə gəlir, elə bir Rüstəm İzaldır. Orada Koroğluda da onu Rüstəm İzala bənzətmə var. Burada da qarı İbrahim xanı Rüstəm İzala bənzədir. Bu xan deyildir, pəhləvandır. Xuraman, yox, bəsdir qarı nənə. Bu sözləri demə mənə. Of, darıxır lap ürəyim. Qarı, heç darıxma, gül çiçəyim. Biraz tərpən, zirək kimi. Xan da səni bəsləyəcək, yağ içində böyrək kimi. Xuraman, yox. Xoş getməz bu Allaha. Vaqif məndən o zaman şeyx deyir. Yəni, Xuraman əvvəlcə qarının dediklərinə biraz etiraz edir. Yəni, görürsünüz ki, o razılıq vermir. Deyir, Allaha xoş getməz, bəs Vaqifin adını çəkir. Və şeyx girir. Şeyxin nitqindən sonra Xuramanın fikri dəyişir. Aha, yox, qorxu beləmə qızım Xuraman. Səndən razı qalar Xaliqi Sübhan. Demək, Xuramanı qarıdan sonra şeyx də dilə tutmağa çalışır, dilə tutur. Deyir ki, bəs səndən razı qalar Xaliqi Sübhan, doğrudur, cavansan, düşünsən biraz, xanın təklifinə zidd getmək olmaz. Onun yaşatdığı Allah yoludur. Baxın, bu nə deyir ki, əslində sən düşünsən, sən Allaha zidd deyilsən də, xanın yaşatdığı deyir Allah yoludur. Sən əslində xana zidd getsən, sən səhv edərsən. Bütün bu bəndələr xanın quludur. Günlar gəlib qapının ağzından qulaq asır. Demək, şeyxin söhbətindən günlar başlayır qulaq asmağa. Bir də yadına sal gözəl cənnətim. Bil ki, cəhənnəmin hər əziyyəti səndən uzaq olar. Göyərçin balam. Mələklər, hurilər, pərilər səni alıb qanadına gəzdirər səni. Yoxsa Əzraillər durar gözünə. Siz çıxmaq olarmı xanın sözünə? Razısan? Qarı deyir, razısan? Şeyx, razısan? Qarı, din. Ötsün şirin-şirin tuti dillərin. Şeyx, tez ol, bir cavab ver. Xuraman çətinliklə əzabla razıyam. Ancaq, şeyx, bilirəm, Vaqif yaşamayacaq. Xətər gəlməyəcək sənin halına. Onu heç gətirməsən xəyalına. Salamat qalın. Demək, Xuraman razı olur, deyir, razıyam. Bəs Vaqif, o da şeyx deyir ki, yəni Vaqif yaşamayacaq, sənə xətər gəlməyəcək, narahat olma. Qarı ilə şeyx çıxıb gedirlər. Xuraman, of, nə iş tuturam, yatmışammı mən, gör bir nələr çıxdı mənim dilimdən. İndi nə deyəcək qonum qonşular? İndi nə deyəcək qonum qonşular? Of, yazıq Vaqifin nə günahı var? Günlar daxılır, Xuramana baxır, özünü saxlaya bilməyərək, Günlar, xanım, mübarək. Xuraman, nə var? Günlar, ay ləçər, bu iş yaraşarmı heç nəslimizə? Yəni, Günlar Xuramanın üzünə qarşı onu tənqid edir. Deyir, heç bu bizim nəslimizə yaraşarmı? İndi nə deyəcək el-oba bizə? Vaqif, Əli bəy, Vidadi daxil olurlar. Günlarla Xuramanın heyrətlə baxırlar. Yəni, Günlarla bu Xuramanın vasitəsində bəs Vaqif, Əli bəy, Vidadi daxil olur. Vaqif deyir, bu nədir? Bunlara nə olmuş görən Əli bəy? Hələ ki anlaya bilməyirəm mən. Günlar, atam, Vaqif, nə var qızım, nə oldu sənə? Utanma, dərdini aç, söylə mənə. Günlar ağlayır, Xuraman o bir evə qaçır. Əli bəy, ay qız, de bir danış. Günlar, nə deyim, ağlayır. Vaqif, Günlar, de qızım, de görək qəlbində nə var? Günlar utana. İncə bizdə idi şeyx ilə qarı. Mən də qapımızda pustum onları. Vidadi o bir evə keçir, Vaqif oğluna. Hə, deyəsən iş var, Əli bəy, de danış Günlar. Gördüm, Xuramanla danışır onlar. Dedilər ki, səni çox istəyir xan, çıx ona arvad ol. Vaqif, yaxşı Xuraman. Xuraman dedi ki, Əli bəy, nə dedi, bir deyin. Vaqif, gizləmə, ağılla gəlin. Yəni, bizdən gizlətmədə doğrunu deyən. Günlar deyir ki, bəs Xuraman da deyib ki, razıyam, gedərəm xana. Əli bəy Günları o bir otağa aparır, Vaqif düşüncələr içində. Aha, halal olsun bu Xuramana. Yenə gözlərimdə hava qaralır, yenə dağ başını duman qaralır. Elə bilməliyim, çəkilir dara, qəlbim sığışmayır dar saraylara. Burada gözlərimə minqan görünür, mənə bu divarlar zindan görünür. Könül viran qalar bir xanimandan, deyib danışmayır xeyli zamandır. Mən nə göylərdən bir təsəlli var, nə yerlər ruhumu zövqlə oxşar. Xuraman pərişan daxil olur, Vaqif, ey sərvərim, ey tacidarım. Yəni, gəlir ki, Vaqif, ey sərvərim,
Tacidarın Vaqif deyir ki, itir gözlərimdən bivəfa yarım. Birinci pərdədə, yəni xatırlayırıqsa, orada demək Vidadi Tükyazbana vəfalı yarım demişdi. Burada isə Vaqif Xuraman'a bivəfa yarım deyir. Get atıl murdarın qan qucağına, zülm yuvasına, od ocağına, yəni ora deyir zülm ocağıdır da, ora zülm yuvasıdır, od ocağıdır. Get atıl ora. Xuraman başını aşağı salıb çıxır, biraz sükut Vaqif. Canan üz döndərdi, dövran bivəfa. Pozuldu gördüyüm hər zövqü səfa. Saraldı ömrümün çiçəkli yazı, qırıldı qəlbimin sədəfli sazı. Əli bəy acıqlı halda gəlir. Əli bəy, ata, qoy öldürüm o mürvətsizi. Demək, Əli bəy Xuramanı öldürmək istəyir. İcazə verir, o mürvətsizi öldürüm. Vaqif deyir ki, Əli bəy, alçaldar cinayət bizi. Amma Vaqif icazə vermir ki, cinayət bizi alçaldar. Bir bax əllərinə yaraşarmı qan? Oğlum, yaşatmağa yaramış insan. Deyir ki, yəni cinayət deyir bizə yaraşmaz, bizi alçaldar. O əllərinə qan yaraşmır. İnsan deyir yaşatmağa yaranmışdı. Əli bəy, bunda qalmamışdır nə namus, nə ar, vəfasız olurmuş ögey analar. Deyir, ögey analar vəfasız olurmuş. Gedir Vaqif yalqız və pərişan. Düşüb düşməyəli bu saraylara, hələ rast gəlmədim vəfalı yara. Yəni deyir, bu saraylarda vəfalı yer yoxdur. Çəkin boğazımdan məni mindara, çobanlar yaylağı yadıma düşdü. O təmiz duyğular, o saf ürəklər, yəni bu sarayda təmiz duyğu, saf ürək yoxdur. Burada vəfa deyilən şey yoxdur. Bənövşə qoxulu sərin küləklər, başına döndüyüm güllər, çiçəklər, tərlanlar oylağı yadıma düşdü. Mən ki çox keçmişəm sonalı göldən, bir ətir çəkmişəm hər təzə güldən. Vaqif, ayrı düşdün o badan eldən, ömrümün növrağı yadıma düşdü. Əyləşir qələm kağız götürür, şeir yazmağa başlayır. Burada pərdə bitir və üçüncü pərdə. Üçüncü pərdədən artıq ikinci hissədə danışacağam. İndi artıq 1 saat 16 dəqiqədir ki, demək 65 səhifəni 3-cü pərdəyə kimi izah etdik. Növbəti hissə isə əlavə olaraq çəkəcəm ki, sizin üçün də yorucu olmasın.